Salam aleykum YouTube kanalımız izləyiciləri. Bugün sizə Zabrat 1 qəsəbəsində paket kupsalı 4 otaqlı həyət evini təqdim edirəm dostlar. 3 sot torpağın içindədir. 3 sot torpağın içində 4 otaq 130 kvadratlıq evdir dostlar. Çox gözəl evdir qardaşlar, çox gözəl evdir. Marşrut yolla məktəbə, bağçaya çox yaxındır. Belə bir ev dostlar hələ ki satışa çıxmamışdı. Çox gözəl və səliqəli evdir. Həyətində manqalxanası da var, yəni manqalisi də var, kababxanası. Buyurun baxın. Evin dostlar padvalına buradan da girişi var. Baxın dostlar, buradan da girişi var. Evin arxasına keçmək üçün də sağdan görürsünüz yer saxlanılıb və soldan da yer saxlanılıb. Gir yaşa evdir, mətbəx mebelinə kimi yığılıb. Həyətində də əkin əkmək üçün yer saxlanılıb, hal-hazırda da əkin əkilib. Baxın, bu da evin həyətidir. Çox gözəl evdir dostlar. Mən sizə hamısını bir-bir izah eləyəcəm dostlar. Videoya sona qədər baxın, zəhmət olmasa. Baxın, ətraflı siz üçün çəkib göstərirəm ki, elə bil ki, canlı gəlib baxırsınız da evə. Baxın dostlar, həyətidir. 3 sot torpağın içində. Radnoy kamera ilə çəkirəm, 0.5'ə atmamışam. Gördüyünüz kimi. Balkonlu evdir. Pəncərələrin hamısı. Daha damın pəncərələrini görürsünüz. Bunların hamısına kimi karesli pəncərələrdir. Yəqin ki, qiymətləri bilirsiniz. Karesli ilə ağın arasında yəni çox böyük fərq var. Yəni bahalıdır ağ pəncərələrdən. Çox möhtəşəm evdir də dostlar. Burada da yəni qazı, suyu, işığı deməyə ehtiyac yoxdur. Yəni kəsilmək söhbəti yoxdur. Bütün kommunallar var. Şotçiklərinə kimi qoyulub. Sayğaclarına kimi qoyulub. Bu da yəni gördüyünüz kimi darvazadır dostlar. Darvazadan elə bir gəldiniz, qapını açdınız. Buyurun. Bu da gördüyünüz kimi həyətdir. 3 sot torpağın içində. 0.5'ə atın məsəl üçün. Buyurun. Belə. Belə bir şeydir. Mən amma nə edirəm? Radnoy kamera ilə çəkirəm. Yəni necə var elə. Keçək evi də göstərim sizə dostlar. Baxın, bura evin balkon hissəsidir. Belə deyək. Bura evin balkonudur. Gördüyünüz kimi böyük bir balkonu var. Bura həyətdir. Burada balkonudur. Buradan da göstərim sizə həyəti. Gördünüz dostlar. Keçək evə. Evə keçməmişdən qabaq gəlirik bura. Kombin radiatorları, kombinin özü, hər bir şey var dostlar. Hər bir şey var. Koridor çox genişdir. Ev ümumiyyətlə çox böyük evdir. Haradasa 130 kvadratdır dostlar. 130 kvadrat. Hamam tualeti sizə göstərirəm. Baxın, bütün aksesuarlar qoyulub. Bütün nə görürsünüz, hamısı baxın dostlar. Aksesuarlar qoyulub hamısı. Çox gözəl, çox möhtəşəm evdir dostlar. Gəlirik bura. Burada bir yataq otağıdır. Baxın, böyük bir yataq otağıdır. Radiatorları yenə gördüyünüz kimi var. Burada ikinci yataq otağıdır. Bu otağında radiatorlar var. Kombisinə kimi hazır vəziyyətdə. Qapılar bahalı qapılardır, Rasiya qapılardır. Çox gözəl qapılardır. Koridoru buradan da göstərim sizə. Bax, hamı deyirdi ki, məsəl üçün, biz istəyirik qapının yəni girişinə şkaf yığdıraq. Bu da şkafın yəni yeridir, böyük bir yerdir. Əlimi qoydum ki, yəni biləsiz. Bura mətbəxdir. Böyük bir mətbəx var. Radiatorlar yerində. Mətbəx mebelləri
yığılıb. Çox gözəl, çox qəşəng yerdir dostlar. Yəni burada videoda necə görürsünüz dostlar, evdə elə o cür nədir. Bu da evin 3-cü yataq otağıdır. Yataq otağında heç birinin pəncərəsi divara baxmır. Açın göstərim sizə. Buyurun dostlar. Baxın, bu evin öz arasıdır, hasarla arası. Bu da məhlədir. Görürsünüz? Məhlədir. Baxın. Gördünüz? Rahat şəkildə ətraflı göstərirəm sizə. Baxarsınız. Daxil olan zala. Burada dostlar evin zalıdır. Çox gözəl zalı var. Böyükdür. Mükəmməl evdir dostlar. Baxın elə 0.5 atın. Siz baxın. Bax, buyurun. Bax bu zal. Təzədən göstərim hamısını. Bura mətbəx. Baxın. Burada bir yataq otağı. Gəlirik bura. Burada da bir yataq otağı. Burada da bir yataq otağı. Bura hamam, tualet. Bütün aksesuarlar qoyulub. Gördüyünüz kimi. Koridorda belə. Dostlar, 3 sotun içində 4 otaqdır. Paket kupçadır. Zabrat 1-dədir. Qiyməti 130.000 manatdır. Nağd alıcıya qiymətli indirim olunacaq dostlar. Sağ olun, salamat qalın.